Herkese salam. Bugünkü menümüzdə badımcan qovurmasıdır. Badımcan tərəvəzini çox sevirəm. Yəni onun həm qızartmasını, həm qovurmasını, həm də ki dolmada daha çox sevirəm. Bu günləri bunu hazırlayacağıq. Qızğın tavaya bir hissə yağ əlavə edirəm, hardasa 100 qram. Üzərinə bir balaca duru yağ gəzdirirəm. Hər ikisi əriyəndən sonra yuyub xırda-xırda doğradığım soğanları əlavə edirik. Soğanları çalışıram ki, orta irilikdə doğrayım. Çox xırda da sevmədim. Çox böyük də olmaz bu yeməklərdə. Əlavə edəndən sonra soğanı yağda qovururum. Qovurandan sonra isə əvvəlcədən soğanı çox qovururam. Tuzlu suda saxladığım patlıcanları yuyub çıxıb soğanın üzərinə əlavə edirik və birlikdə onları qarışdırırıq. Yağa düşənə qədər pişiririk. Ram ateşdə, qapağı bağlı şəkildə patlıcan pişənə qədər ara sıra gəlib onu qovururuq. Dəyişik qaşıqla tərkib yerlərini ki, hər tərəfli qızarsın. Patlıcan qızarması çox dadlıdır və bu zaman mən də istəyirəm ki, patlıcanlar həm də bir də qızarmış olsun. Qarışdırırıq ara sıra. Daha sonra üzərinə bir orta irilikdə pomidoru, qabığını soyuruq, orta irilikdə doğrayırıq. Üzərinə sözə görə şirin bibər, acı bibər və biraz da göyərtilərdən kişniş, şüyüd, yaşıl soğan hərəsindən bir ədəd bir saxlaq belə deyək, doğradım. Zövqə görə də əlavə edə bilərsiniz. Və bunları qarışdırıram. Yenə vamurda pomidor tamamilə əriyib badımcana qarışana qədər pişiririk. Ara sıra qarışdırıram. Duzunu, istiotunu, bütün ərzələri zövqə görə əlavə edirəm. Daha sonra isə bir ədəd yumurtanı möhkəm çırpıram və badımcanların üzərinə gəzdirirəm. Yumurtanı çox sevmədiyim üçün bir yumurta kifayət edir. Burada artıq görürsünüz ki, badımcanlar, pomidorlar artıq demək hamısı pişirdi. Və qapağı bağlı şəkildə yumurta pişənə qədər 3-5 dəqiqə gözləyirik. Sonra isə biz onu nuş edə bilərik. Yumurtanı çox sevmədim. Yumurtaları çox sevmirəm. Bir balaca dad verdi, bəs edir. Buyurun.